Tacir müəllim, sənətdə yoxsa şəxsi həyatda özünüzü şanslı sayırsınız? Yox, sənətdə şanslı sayıram özümü. Çünki mənim yəni indi daşıdığım sənətin mən pik nöqtəsindəyəm. Yəni o baxımdan şanslıyam. Amma həyatda şanslı deyiləm. Yəni niyə görə? Çünki mənim həyatımda lap belə atalarımdan götürürəm, atamdan götürürəm, babamdan götürürəm ki 1905-ci ildən ki onlar Azərbaycana Ağdam rayonuna gəliblər. O 1905-də müharibə olub, 1918 müharibə, 1941-45 müharibə, 1988 yenə də müharibə. 88-dən bu tərəfə də biz qaşqın düşdük, evimiz, eşiyimiz hamısı qaldı. Məhv oldu. İndi düzdür Allah Ali Başkomandanımıza can sağlığı versin onun sayəsində. Ondan sonra bizim şəhidlərimizin sayəsində, bizim qazilərimizin, komandanlarımızın sayəsində Qarabağımız qayıtdı. Yəni elə bir şey, qeyrətimiz, namusumuz öz yerinə gəldi. Söhbət yoxdur, amma o Ağdam yox. İtirdiyimi Ağdam yoxdur, tapa bilmədim. Mən getdim, xaraba oldu, xarabalığı görürüm. Düzdür, indi Ağdam çox gözəlləşir. Yəni çox adamlar da köçürüblər şey. Biz də o növbəti biz də köçürəcəklər, Allah qoysa. Bizim də orada evlərimiz var. Yəni Bakıdan köçəcəksiniz. Yox, köçəcəyik deyəndə ki, yəni mən indi bu evim burada var da, indi elə həmişə elə olub da, elə dövrü qədimdən Ağdamda yaşamışıq, gəlib Bakıya bir ay qalıb qayıtmışıq. Niyə Ağdamda da yaşayacaqsınız? Amma mən Ağdamda yaşamaq istəyirəm. Yəni elə bir fikrim var, daha doğrusu mənim arzumdur. Belə də ki, Ağdamda yaşamaq indi qismət olsun da, qismət olsun, amma Ağdamda yaşamaq xoşbəxtçilikdir. Dörd bir tərəf dağdır, havası gözəl, suyu gözəl. Allahın köməklə indi də laf gözəlləşir Ağdam. İnşallah ömrün də toyun elə Ağdamda eləyərsiniz. Yəqin ki, Allaha qurban olum, Allah qismət eləsin. Elə ömrün toyun orada, onsuz da ora düşür. Çünki mən gedəcəm, Ağdama gedəcəm. Mən burada düzü, yəni mən yurtda yaşamaq istəyirəm. Ana vətənimdə, yəni mənim, düzdür, burada vətəndir, söhbət yoxdur. Ağdamdan çıxanda mənim 21 yaşım vardı, burada 35 ildir yaşayıram. Oradan çox burada yaşamışam. Burada mənim üçün əzizdir, doğmadır və qonşularım gözəldir, Bakı cəmaatı doğrudan gözəldir. Bizi, yəni burada özümüzü biz qərib hiss eləmirik. Hamısına Allah can sağlığı versin. Amma yurt başqa şeydir, yurt, dədə yurdu. İstəyərəm ki, ora gedəm, orada yurt salam, orada bu ağaçları yetişdirəm. İnşallah Allah nəsib eləsin. İnşallah.